Eliyar Əliyev bildirir, Azər müəllim, niyə Kəpəzi tərk etdiniz? Kim yazıb? Eliyar Əliyev adlı izləyicimiz. Biraz o qeyri-stabillik var idi. O qeyri-stabillik məni narahat edirdi əslində. Yerdə qalan mən həm Kəpəz azarkeşiyindən, Kəpəz camiyyəsindən çox razı idim. O qeyri-stabillik, o bəzi suallar çox narahat edirdi və suallar həddindən artıq biraz vaxtı daha çox doldu. O suallar. Ona görə inşallah hər şey daha yaxşı olar. Həm bizim üçün, Kəpəz üçün. Azər müəllim, gedişinizdə həm də belə deyək, artıq mövsümün sonuna yaxın adınız Şamaxı ilə çəkilirdi. Ayxan Abbasovun da gedəcəyi aylar əvvəldən bilinirdi. Həm də bu alternativ rol oynadı mı? Rahatlıqla artıq təklifim var, Şamaxıya gedirəm. Bilirsiniz, o təklifin olması bir tərəfdən məni çox sevindirdi. Yəni doğrudan da bəzən sənin əziyyətinə, doğru yolda olmağına qiymət verən şəxslər var deyə bu çox sevindirdi. Amma o rahatçılıq falan yox idi. Çünki son oyunlar belə bizdə çox gərgin keçdi və həmin oyunlarda qələbə qazandıq. Rəqiblərə sözün əsl mənasında yaxşı baş ağrısı olduq. Yəni belə